Almaniya Portuqaliyanı sökürdü 70 dəqiqə. Ujeli bu copy paste eləyə bilmir ya. Timboli Pep Guardiola üçün aid durub sənədir, bura. Bilin ki, o cındırlıqları eləyəm mən. Bu nəsə həmişə bizə qarşı deməlidir. Evdən çıxanda deyən yoxdur, saçsız düzəltdi. Qardaşımsa gəl də West Ham-da. Mən də hamı West Ham Milan istəyirəm. gəlsin. Saudiya soxacaqlar da Kudüs. 53 milyonun var, Guardiola ki, mən sən p***yəsən, 75 milyon doğ. Liao gəlsə. Все. Birinci buraxılışdayıq əziz izləyicilər və bu buraxılışın da baş sponsoru tam güvənli və qanuni mərc oyunları operatoru Mislidir. Neyinirsiniz yoldaşlar? Normal. Bugün bizdən Club World savayı Cup-ı göz. xüsusi bir qonağımız var studiyada. Milçək bayaqdan z**t eləyib. Mən buralardan Neyinirsiniz? Fasilə oldu. Axşam 8-i gözləyirik. Transfer pəncərəsi bağlanır Club World Cup üçün. Bu bildiniz də eksklüziv transfer pəncərəsi idi. Club World Cup-a oyunçular getməlidirlər. Bugün 8-də kimlər transfer olunsa onlar oynaya bilərlər. Rahat üçün bir dəfəlik də. Mən ümumiyyətlə həmişə bu transfer şöbətindən qarışmam. Ağzına gələn eyirlər də. Türkiyə saat nə bilim gecə saatı 23:59 sentyabr 10-na kimi gözləyirsən. Nə vaxt başını buraxdım? Biri imsaqda bağlı idi, biri sağlıqda bağlı. 2014 FIFA çıxanda karyer oynuyordum orada. İngiltərədə olanda transfer elə bilirdim. Sonra İtaliyaya keçdim, o birisi kluba görürəm transfer eləmək olmur falan. Oradan başa düşdüm ki, onunsa buraya transfer pəncərəsinə problem var da. Hər ölkədə bir vaxtda. İndi düzəldiblər. İndi 3-5 eyni vaxtdadır. Türkiyədə biraz fərqlidir. Ərəbistandır. MLS satdı, başqa maraqlısı oldu ki, məsələn mən İngiltərədə mənə icazə verirlər ki, transfer eləməm. Mən gedirəm o biri çempionata transfer edirəm. Harda ki UEFA icazə vermir. Amma mənə icazə var deyə mən transfer edə bilərəm. Amma o transfer edə bilməz. Bəs elə oldu, Osimhen qalsa necə aldı? Sentyabrın axırında, birinci həftənin axırında aldılar, qaldı, Napoli qaldı. Transfer olmasa sata bilirsən, amma ala bilmirsən də. Belə ona görə başını buraxdım. Prosta Romanoya baxıram. Yəni biraz transfer söhbətlərini açacağam, mövzuların əsas transferləri. Bir dənə müəllimi tərifləyək. Bəy tərfi? Bəli. Otursun ortada. Çağırın, Ronaldo'nun bir dənə. Əcdağat da burada, nə deyim? Belə bir dənə statistika gördüm. Greatest of all time da. Bəli, 100%. Nə deyəsən? Ronaldo milli karyerasına başlayana qədər Portuqaliya milli kubok yox, yəni titul olmuyor milli olaraq. 3 dəfə dünya çempionatına, 3 dəfə Avropa çempionatına gedib. Bunları səhv demiş ola bilərəm. Kommentlərdə səhv deyirəmsə düzəldərsiniz. Milli daha zəif idi. Yəni milli daha zəif. Ronaldo gələndən sonra 4 dənə finala çıxıblar, 3 dənə kuboklar var. Hansı final uduzdular onlar? Nəyinsə finalda uduzdular. 2004 Avroda Yunanistanı uduzdular. Oy, hə ya. Orada Ronaldo. Sonra da mənə deyirsiz ki, futbola baxmadım. Yox, sən Ronaldo'nu vurğulayırsan, Ronaldo. Biz fikirləşirik ki, Ronaldo hara daşımışdı. Orada da daşımırdı. Ronaldo Figo'ydu əsas, amma yəni orada Figo, Nuno Gomes, Maniche. Amma mən bu şəxsi qənaətimdir. Ronaldo'nun oynadığı Portuqaliya millisi generasiyalar içərisində məncə ən güclü budur. İndikidir. İndikidir, hə. İndiki. Müdafiəsi yaxşı. Yox, məncə 2004 biraz 2002, daha 2006 da güclü idi. Orada bir sən nə vardı? Sağ-sol Krayzaşniklər, Jorge Andrade, ağzına gələn oyunçular idi. Paulo Ferreira baxmır. Çempion Liqasının qalibi. Paulo Ferreira, Jorge Andrade oynayırdı orada. Jorge Andrade oynayır, Paulo Ferreira ikisi də oynayırdı burada. Yəni söhbətdir ki, yəni indi də misal üçün Ronaldo azarkeşləri deyə bilməzlər ki, misal üçün Argentinada zəifdir, Portuqaliya millisi. Bu heyət, hə. Bu heyət indiki, onca deyim də indiki. Ümumiyyətlə son 5 ildə məncə Argentinada güclüdülər onlar. Hə, razıyam. Bu nəsil generasiyası. Okey deyə insanlar bəziləri futbola baxmırlar. Zaten Nuno Mendes indi görürlər. Nuno Mendes 3 ildə yetim belə oynayırdı. Prosta amma bu il pikdədir də. Bu il pikdədir. Çünki PSG özü də pikdədir də burada. Nuno Mendes həmişə Nuno Mendes FIFA oynayanlar bilir də Nuno Mendes nə edir FIFA-da. FIFA-da karyerada yaxşı inkar edir. Qardaşım qoyursan Nuno Mendes bura heç kim keçə bilmir ki Nuno Mendes. Mbappe heç kim hərrəmir. Ruben Amorim bilirdi. Bir də kariyer oynayan. Bəlkə də Ruben Amorim də kariyer oyunu kəşf edib Nuno Mendes orada. Belə də uşaq var ya bizdə altyapıda amma bəlkə qaldıraq. Futbol meneceri oynayır. Hə, Nuno Mendes bəlkə məsəl üçün indi Portuqaliyada demək olar ki, zəif yer yoxdur da. Yəni Lubois biraz məşqçi. Şeyin parası. Biraz məşqçi işte Bartollar orada. Müdafiəçinin parası kimdir, nədir o adı? Inacio Ruben Dias. Ruben Dias, hə, Inacio. Sonra məndə Vigo burada var.
Renato Vega'nın Mən İndi prosta bir baxmadan dənə Renato Vega çox yəni maraqlı gəldi ki, bu Kakoyta məşqçi niyə sağ cinah müdafiəsi kimi? Hə, right Juan back amma Neves'in- Joao Neves oynayırdı, gördün Niyə? mü? Joao Neves right back oynayırdı. Və ikinci taymda çıxartdı. Sonra 71-ci dəyişdi, qolda Nelson João səhv Semedo'nu idi. qoydu. Birinci- tam olaraq right back oynamadı da. Yəni bu həm 3-5-2 idi, həm 5. Yenə də lateral da oynayan biri. O adam center midfielderdir. Özdə qatdı 11 taydı da. Və Yəni iş onu- bir dənə maraqlı məsələ oldu ki, Kaçokdur da belə. Əjdaha da. yəni Yəni Vitinha ilə Juan Neves Avropada dominasiya elədi də bu nəsə həmişə bizə qarşı deməlidir. Bilər. Joao Joao Neves, Joao Neves, Portugal Joao dilində Neves bilər. xıdır. J dilən bir də. Joao, Joao. Joao, Joao. Joao, Kakoyta Joao nəysə. Neves. 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 Ya da Juan Neves dilən. Hadi nəysə onun Henry bilər. Azərbaycan dilinə köçdü. Azim Xan. Əzim bir xeyir. Yəni Almaniya oyununda oynatmadı şeyi, Nevesi. Vitinha tək oynatdı. Burada da atdı sağ cinah müdafiəçisi yenə Vitinha ilə tandem oynamadılar da. Yəni bu iki nəfər Düzdür, Parisdəki sistem poz, sxem pozu. Hə desən dalboyub Martinez, Luis Enrique deyil. Gəl bundan başlayaq. Yox, onunla razıyam. Adamlar 38 oyunda bir eyni şeydə Murat, oynayır. Martin- Bu Murat, gəldi Murat- Necə bu copy paste eləyə Murat bilmir? Martinez topla oynaya bilmir. topsuz oynayır. O to ancaq Murat Belçika oynada bilmədi. Sən desən ki bu Özdə Belçikanın golden erasında. Azarla De Bruyne oynada bilməyən insan deyil Martinez. Sən desən ki Joao Neves də Vitinha oynatsın. Düzdür, orada Yox Murat, yox. bəlkə sastav var. Yəni- Dembele'nin də pik vaxtı idi doğru. Ay sağ ol. Yəni mən Konteyner şey 9 goal yer tapa Radja, bilmirdi. hə. Vitselə yer tapa bilmirdi bu insan. Bu insan sxemi budur. 5-3-2, 5-4-1, 3 Düzdür. maksimum 3-4-3-dür də. FIFA oynayır. Lazına gələn Şey də oynadı, Antiklosko. Yannick Carrasco. Ha, Yəni yəni Carrasco. Carrasco. Görsən Murat, yəni söhbət yəni Carrasco məsəlcə o milliyə düşməməli idi də. İstim düşür, amma Carrasco hücumçudur da. Carrasco lateral oynadırdı. Niyə görə? Çünki sürəti var. Soqdadı Bək getdi. qaça bilir. Yəni Martinez'in sxemi budur. Wigan'da da belə olub, Everton'da da belə olub. Fellaini. Yəni Belçikada da belə olub, burada da belədir. O başa düşür ki, mənə 2 dənə dayaq yarım müdafiəçi, 2 dənə yarım müdafiəçi lazım deyil. Niyə görə? Çünki mən topla oynamıram. Portuqaliya 75 dəqiqə topsuz oynayırdı. Yəni Portuqaliya indiki millisi o qədər güclüdür ki, o dominant olmalıdır hər bir oyunda. Almaniya Portuqaliyanı sökürdü 70 dəqiqə, uduzdu. İspaniya 70 dəqiqə sökürdü, uduzdu. Yəni udurlar. Nəticə var. Zor. Nəticədə niyə görə var? Çünki oyunçular çox güclüdülər. Məsələn, Cristiano Ronaldo orada başqa oyunçu olsaydı o qolu vurmazdı. Cristiano düzgün hesablayıb, Cucurellia'nı biraz itələyib, sağ ayağını soxub vurdu. Amma orada misal üçün Gonzalo Ramos olsaydı, Çatınca topa. zırt qol olardı o. Və Ronaldo qoluna əlavə Nuno Mendesin qolu vaxtında da o fikir verdiniz, çəkilib Rivok var 4 idi. dənə şeyi İspan müdafiəçisi Yes. daxdı özü ilə Nuno Mendesi avtoban açıldı. Bax Martinezə bir dənə yəni alqış düşür nə mənada? Yəni Martinez, yəni Ronaldo-dan dil tapa bildi. Və Ronaldo topsuz oynada bilir. Ronaldo komandaya oynayır. Ronaldo ancaq öz qollarını fikirləşmir. Neçə oyunda mən görəndə Almaniya oyununda Ronaldo qol vurdu, amma getdi şeyin yanına, Konstansaun yanına qaçdı falan. Çoxdan da Ronaldo belə şey eləmirdi millidə də. Düzdür, millidə həmişə can qoyur Ronaldo. Yox, böyüyüb yox, bu bizəcə Ronaldo Müdrik olub. Müdrikləşib. Ronaldo misal üçün o Santos idi də ondan qabaq. Santosla başa düşürdü ki, mən hamıdan böyüyəm burada. Hə, tanış. Buralarda qalır bura. Düz aşağıda coffee shopda zətdə oturub 100 fay hardasa buralarda qalır. Amma Martinez ümumiyyətlə milliyə gələndə ki, mən milliyə bir şərtlə gəlmişəm ki, Ronaldo həmişə mənim start heyətimdə olacaq. Yəni bu müzakirə olunmayan bir şeydir. Və Ronaldo bunu hiss edib, keçən dəfə mən demişdim, Zidane söhbəti Ronaldo, yəni Zidane dil tapdı Ronaldo, Ronaldo'nun zamanında 34 15 oyun uzadı. Yəni Ronaldo heç nə demirdi. Və eynisi Martinez göstərdi ki, brat, sən hamıdan zorsan, amma gəl biraz biraz yavaşlayaq. Biraz da sən 40 yaşın var sənin. Hərdən bir arxaya çəkil, offside zonanı yarat, qoy biraz uşaqlar oynasınlar. Trap olsun, çünki sürətli cinahlarımız varsa, Ronaldo bunu eləyir, dəfələrlə bunu eləyir. Neçəncə oyuna mən Portuqaliya oyununa baxıram, Ronaldo bunu eləyir. Arxaya çəkilir. Topsuz belə arxaya çəkilir, nəsə gözləyir. Çünki Ronaldo
kim nə deyirsə desin, Ronaldo 40 yaşı var falan, amma Ronaldo meydandadırsa 2 dənə müdafiəçi Ronaldo üstündədir. Məşğuldur oyuna. Hə, məşğuldur, Məcburdular gözləyirlər. çünki ona. Məcburdular. Timbole, Mengesə Xuymesa. Bunlar Timbole, Mengesa vəbşi Kubarsi niyə oynamadı? Yəni De La Fuente'ni söymək olmaz. De La Fuente ümumiyyətlə yəni kritikada etmək olmaz. Çünki bu insan Kukurela ilə dünya Avropa çempionu olub. Onun kaseti var ya onda. Başqa açıqlaması yoxdur. Olub da burada. Evet şey var da indi onda Balde zədəli idi falan filan. İndi Balde var da. Grimaldo zat. Grimaldo var ya hələ. Amma görsən Kukurela Chelsea-də də yaxşı futbol göstərir. De La Fuente göstərdi ki, Kukurela'nın düzgün istifadə etmək lazımdır. Kukurela'nın 1-2 dənə yaxşı xüsusiyyəti var. Kukurela pozisyon futbol oynaya bilmir. Kukurela hücuma qoşula bilmir, assist eləyə bilmir. Kukurela nə edə bilər bu? Kukurela nə edə bilər? Kukurela Allah kimi sağa sola qaça bilir. Özdə xiyar yorulmur da burada. 99-cu dəqiqədə bu insan qaçır. Evdən çıxanda deyən yoxdur, bu saçsız düzəltdi. Hə, qaçır, dayanmadan qaçır. Və ikinci ən gözəl xüsusiyyəti Kukurela qıcıqlandıra bilir. Və bundan tipik İspan futbolçusu da provokator. Mənim mənim Williamson var. Mənim Yamalım var. Mən nə edirəm kimsə müdafiədən qoşulsun. Baldeni mənə nə lazımdır? Müdafiədə dırqa olsun. Baxsaq ki, yarım müdafiədə sürətli futbolçular yoxdur. Pedri, Fabian Ruiz, okey, Rodri indi yoxdur, Zubimendi. Heç biri sürətli deyil və onlar sığortalaya bilməzlər. Amma Kukurela qabağa getmir. Durub orada mıx kimi, krasavçıq, malades. Hə, sürətli atıb qaçmasında qaçsınız. Sağ tərəfdə Zaşnik axtarmır, Mengezan qoyur bura. Yəni heç kəs yoxdur. Niyə lazımdır qoy qalsın? İndi düz deyim, Mendes göstərdi ki, lazımdır. Yamal çatdıranmadı orada. İndi Williams hardasa çatdırırdı. İkisi bir yerdə birləşib çatdıranmadı. İkisi bir yerdə Mendes apardı bu oyunda. Yəni Man of the match oldu mənim. Mendes Çempionlar Liqasında Salahı bağladı. Cibində gözləyir. Saka indi nisbətən Yamalı bağladı. Sezon Mendes bildi. Bu Saka da yəni dünya ən yaxşı left back-idir bu dəqiqə. 100%. Sən statistika paylaşmışdın. Right back-i Hakim idi. Left back-i də odur, hər. İkisi də Parisdə oynadılar. İkisi də Parisdə. Yəni çox əjdahadır Mendes. Vitinha misal üçün topsuz çox əla oynayır. Dünən Vitinha, mən həmin oyunda ancaq Vitinha'ya baxırdım. Luka Modric'in açıqlaması oldu da ki, hal-hazırda dünyanın ən yaxşı yarım müdafiəçisi. Ola bilər. Ola bilər. Ola bilər. Vitinha çox əjdahadır. Çünki şeydə o Inter vurulan qolda bir dənə gördüm. O hərəkətin bir dənə Çempionlar Liqasının səhifəsi paylaşmışdı da. Fırlanıb gəlib. Mən finaldan sonra nəsə oyunun qəhrəmanı Vitinha'dır. Due okey 2 dənə gol vurdu, malades, okey. Amma Due sadəcə Luis Enrique'nin tapşırığı yerinə yetirdi. Sxemində tapşırığı var, sən bunu vurmalısan. Niyə görə Barkola'nın? Çünki Barkola qamış yeyəndir. Və Zarfaçı Barkola'nın axırı Benarfaz atdı. Yəni çox istedadlıdır. Amma finalda göstərdi ki, axırı mən sənə deyim Fenerbahçe. Ya da Galatasaray. Yəni maksimum Marcus Rashfordda istedadı var, başı yoxdur. Hani aysa amma Due lazımdır, gol vurmaq istəyir. Yəni Due assist lazımdır, assist olmaq istəyir Due. Ki yaxşı söhbət açdın Due'dən, düzdür, da çempion bəlli deyil. Mən amma biraz Fransaya qayıtmaq istəyirəm, İspaniya-Fransa oyununa. Oyunun nəticəsini də belə bir qıraq qoyub. Mən çox maraqlı qaldı ki, Deşam niyə hələ də Fransa millisinin baş məşqçisidir? Deşam niyə də hələ adamın buraxdığı müdafiə var. Sən Inaki Williams'ı, Yamalı saxlamaq istəyirsən kimlə? Clement Langley. Bir də sağ qıradakı adı nə idi? Marsel'dən. Langley'ni futbol saxlamır, yəni sən onu nə idi onun? Right back kimi sonra onu dəyişdi. Ay bilən nə idi onun yadına çıxdı. Yasinə yaxşı müdafiəçidir, bura bu yəni. Yox, saxlaya bilmir. Yamalı Dimar. Bir dənə right back center backda Langley oynayırdı, right backdə kimsə oynayırdı bir dənə. Onları dəyişdi sırası. Kalulu. Pierre Kalulu, Milanın Kalulusu oynayır. Yox, orada bir dənə də var idi. Kalulu'nu çıxardıb Guston saldı da. Malo Guston saldı. Orada o birisi. Nəsə Langley'in yerinə kim girmişdi? Hə, Langley'in yerinə girən Lucas Hernandez idi, Teon qardaşı kimi. Orada bir nəfər də var idi müdafiədə. O yəni sən başqa oyuna bax. Yox, millidə tez-tez oynamır, amma həmişə çağırırlar. Diniyə gəldi sonra girdi oyuna. Yox, nəysə. Hə, Pierre Kalulu və sən Clement Langley ilə bir yerdə. Kalulu bilet Milanda top olanda 3 milliyə çağırmırdı. Hə, bax Milanda top olanda milliyə çağırılmıyor. İndi Juventusda qırmızı kart alıb belə başını fırladan adam milliyə çağırır və hansı oyunda ilk 11 oynadır? Heç ümumiyyətlə bir onu çağırırlar aşı milliyə. Mən də bilmirdim bura. Mən bir də Senegalda seçdim. Hə, seçər də Senegaldadır yəni. Prosta burada sən desən Deşam söhbəti. Mən də ümumiyyətlə Avro 2016. Yox. Dünya çempionatı. Dünya çempionatı 2014. Fransanın başlanğıcı idi. Yavaş-yavaş Fransa başlayırdı püxtələşməyə. Bu pokoleniya püxtələşirdi. Matuidi, Pogba, falan düzdür, Mbappé yox idi, amma Griezmann zət püxtələşirdilər. Və biz bir dəfə dostumla oturub baxırdıq həmin dünya çempionatı oyununda. Fransa uduzmuşdu deyə Almanlar uduzdu 2-0.
Almanlar kiməsə uduzdular, 4-1 ya 8-1 uduzdular. Amma fikirləşdik yəni bu milli, yəni hamını yəni birazdan gəlirlər bunlar. Amma bir şey danışdıq ki, yəni bu millinin məşqçisi Deşam olmamalıdır. Çünki Deşam bu millinin potensialının 50%-ni istifadə edir və yalnız nəticəyə oynayır. Sən Dembele ilə, Doué ilə, Şerki ilə, Mbappé ilə, Barcola ilə, Olise ilə sən müdafiə futbolu oynaya bilmərsən. Və sənin müdafiəçin kimlərdir? Hə, Timboli sənin müdafiədə kimlərdir? Sən bunlarla müdafiə oynayırsan, düzdür? Biz deyirik, oynaya bilmərsən. Deşam dünya çempionudur. 2 dəfə həm oyunçu kimi, həm məşqçi kimi, bir dənə finalı var, bir dənə Avropa çempionu falan. Amma görsən finalda dominantlıq etmək lazım olanda eləyə bilmədi. Portuqaliya utdu onlara bir dəfə. Lazımsız Portuqaliya gəldi. 2016-da. Argentina 70 dəqiqə, Argentinanın bu heyəti, okey, Messi var. Amma Argentinanın bu heyəti 70 dəqiqə dominantlıq edə bilməz. Yəni ən güclü Argentina deyil də və qarşında. Sən oyundan Theo Hernandezlə Giroud çıxardırsan, yerinə zamin eləyirsən ki, nəsə bir vəziyyət düzəldəsən də. Paymaş yəni Deşam çox konservativ futbol oynayır bu milli ilə. İndi bilmirik. Məncə Deşam rasistdir. Bəzi adamlar reisinə görə çağırmır. Yəni bəzi hamısı qaralar oynayırdı belə. Döndü əlində olan oldu da bir dəqiqə. Olmam 2 dənə ağ olsa orada onlar millidədirlər. Və Rabiot məsəl üçün hər oyun ordadır. Yaxşı oynasa da, pis oynasa da. Hə, Deşam da o məşqdir. Yəni onun lübimçikləri var və o lübimçiklər həmişə oynayır. Maması ilə arası yaxşıdır bildim. O da ola bilər. Yəni misal üçün mən illərdir top klublar hansılar ki məşqçisini yola salırlar, Zidanla kontaktda keçdiyini eşitdirdim və mətbuatda həmişə bu xəbər tirajlanır ki, Zidan Fransa millisinin baş məşqçisi olduğu günü gözləyir. Hətta Fransa millisi nəslini də yenilədi də demək olar ki, o 16-lardakı, 18-lərdəki Fransa deyil də başqa bir nəsil. Matuidi, Pogba, Kante, Giroud getdilər də. Getdi də. Hətta bu yeni cavanlarla Zidana verdi o şansı adam da. Mən sənə bir söz deyim, Fransanın indi ən zəif mövqeyi sən müdafiəyə toxundu, amma əslində ən zəif mövqeyi yarım müdafiədir. Kefrem Turam, okey, istedad. Mathieu Gündoğzi, Kefrem Turam, Adrien Rabiot, Kone. Hələ Milandakı şeysə Yusuf Fofananı çağırmırlar. Romanın yarım müdafiəçi, bütün hörmətlə deyirəm də bunu. İndiki Juventusun yarım müdafiəçisi və Latson yarım müdafiəçisi. Sən desən ki, Tchouaméni, Camavinga Realda, yəni başda futbolçu olsaydı oynamayacaqdılar da. Yəni məcbur oynadırlar onları. Ceballos yəni müdafiəçi olanda Ceballos oynayır, Tchouaméni oynamır da. Tchouaméni prosta müdafiəçi yox deyə də oynadır orada onu. Yəni Tchouaméni ilə Camavinga tam olaraq öz potensialını aça bilmədilər. İndi bəlkə açacaqlar Samosa boy. Prosta indi mənə çox maraqlıdır hansı məşqçi bunu eləyəcək. Çünki Ancelotti bunu edə bilməyibsə, mən bilmirəm hansı məşqçi bunu edə bilər. Maksimum Zidane. Hə, maksimum Zidane. Və ona görə də okeydə Camavinga, Tchouaméni var, amma yenə də yəni Kante yoxdur. Hə, bu Kante yoxdur. Pogba yoxdur. Dimitri Payet yoxdur, brat. Pogba yoxdur. Payet'i, Şerki biraz oxşuyurlar. İndi Şerki gəlir, görək Şerki nə edəcək, amma lazımdır, yəni mütləq lazımdır, yəni ki bu yarım müdafiə düzəlməsə, çünki hücumdan Deşam oynaya bilmir. Deşam bu hücumdan yəni sən hər 18-0 kiməsə qoymalısan da dayanmadan. Məcbursan. Plus Fransanın oyunda Menyan da, yəni Menyan nə gəldi buraxdı da burada. Yamalın son qolunu necə buraxdı? Menyanın Astreniyası yox idi məncə. Menyan Chelsea getmək istəyir, Milanı satmır. Hə, orada satmadılar. Yəni bu il bitdi. Menyan Chelsea niyə gedir? Tusovkaya gedir də qapçılar satır. 9 dənə qapçı bilə. Satmaq demişkən elə transferlərdən danışaq istəyirəm. Manchester City elə bil normal update. Alman azarkeşlər bir sənə cındır sanıq biz bilə. Almaniya millisinin Nagelsmann Fransada utdular Almaniyaya ki 3-cü yer tutdular. Mittelstadt zad. Yəni Fransada millisində də yəni yarım müdafiə problemi var və müdafiə problemi. Almaniya millisində yarım müdafiə və müdafiə problemi var. Amma almanlar həmişə belə də Tim Barovskilərlə, Metzelderlə nəsə eləyə bilirdilər. Prosta Nagelsmann Alman futbolu oynamır. Nagelsmann daha müasir futbol oynayır. Alman futbolu var. Bilinmir. Adı bilinmir nə? Deyirlər ki, Alman futbolu maşın kimi oynayırlar da. Yəni bilmirsən. Offline futbol oynayırlar. Həm pressing eləyirlər, həm lazım olanda paslaşırlar, həm lazım olanda kontratak eləyirlər. Baxır vəziyyətə də. İndi özül olanda paslaşırdılar. Özül yoxdur, pressing eləyirdilər. Prosta indi Kroos da yoxdur. Kroos da gedib millidən. Yəni yarım Benedikt Hövedesinin finalında. Hə, Benedikt Hövedesinin final oldular. Yəni Almaniya millisi bunu bacarır, amma sırf Alman ənənəsi olan məşqçi ilə Nagelsmann çox müasir məşqçidir və Nagelsmann həmişə Alman futboluna qarşı gedən məşqçi olub. Bəs bu dəqiqə var elə bir məşqçi?
Almaniyada. ağlıma gəlir. İndi böyük başlardan da onsuz altda Flick. bucaqda indi Flick. Flick Flick var. də bacarmadı. milli ilə bura. Bazar modu. Çünki uğursuz Flick də oldu da. müasir futbol oynayır. Hala, Flick başqa bir hala. futbol oynayır. Flickin futbolu üçün biraz vaxt lazım olur. Bəzən çox böyük səhvlər. vermədilər də onu. Hə, bəzən çox böyük səhvlər buraxırsan. Almanlar vermir də o şansı heç kimə vermir. Və məsəl üçün Barselona şans verdi də. Barselona okey də 5 dənə gol buraxıram, 6 dənə vura bilir. Burada plus da indi Barselonada resurs var. Almaniya futbolunda resurs yoxdur. Tahir həmişə mırtdaşır deyir ki, təmiz almanlar oynayırlar. Yəni Saneyə olan güvən falan, yəni Yox, bir də 10 nömrə oynayırdı o günləri. Adını oxuya bilmə. Küçə adı da bildiyində Schlücherstrasse. Yəni Undav yoxsa Avstriyalıdır. Undav Alman millisində. Alman millisində oynayır. Yəni Undavlar zətlərlə yəni hər şey ola bilər. Bu Almaniya millisidir də burada. Yəni Almaniya millisi lüboy vaxt sürpriz eləyə bilər. Amma bu pokoleniya çoxdan da Almaniyada belə zəif pokoleniya. Jonathan Tah. Mən də yadımda. Yəni müdafiənin sütunu Jonathan Tah da burada. Yəni Elə deyirsə Bavariyaya transfer oldu. Bavariyada Allah pulsuzdur da ona görə transfer olundu. Bavariya laf Pulsuzdur belə. bura. Onda keçək elə Bavariyada transferlərə. Utamakoy oynayır. Manchester City, Cherki, Tijani Reinders, Ait Nuri. Yəni yarım müdafiə xəttini update elədi onsuz da. Ait Nuri nəhayət ki keçdi. Hə, böyük komanda. Samirin ən sevimli şəxsi olaraq Ait Nuri oyunçusu. əjdahadır. Lubumski. Hə, Ribin. Tim böyle Pep Guardiola üçün Ait Nuri sənədir brat. Çörək. Çörəkdir brat. Hələ Müdafiə eləmə brat. Müdafiəyə qayıtma. Lazım deyil. Akanji var orada. Guardiola Akanji qalacaq. Hə, Akanji oradadır. Davaya Guardiola buradan, Ait Nuri buradan brat. Livramento-da. Livramento istəyirlər. Livramento gəlsə pek. Plus Donnarumma da istəyirlər. Hə, amma o bu il demək olar ki, Parislə sağollaşır. Demək olar ki. Prosta Zirvədə buraxır da Paris karyerası. brat Livramento-nu yəni Newcastle yəni İnanmıram. 60-dan aşağı buraxmaz. Pul Pul problemi yox. İndi biraz 75 təriblər Milana Tijaniyə görə. biraz ekonomik. Özü orada 55 də şey veriblər. Nədir Ait Nuriyə? Onu Çelkiyə 40 milyon vermək istəmirdilər ya bura. Deyirlər ki 20 milyonla sat. Çünki Çelki onsuz gedirdi. Çelki onsuz gedirdi. Prosta Lyonda qaldı ki mövsümü. Çelkiyə bonuslarla bir yerdə 42 milyon pound veriblər. Çelkiyə çox azdır da bu əslində. Əlbəttə azdır. Yəni 2 il bundan qabaqki City indi o kontrakt qutardı, getirərdi onu 120 milyon verərdi ki gəl. Prosta indi City-də problemdir. Prosta yenə də 2 dənə dominant olacaq Premier Liqada. City-nə Liverpool. Və gələn mövsüm City mənə çox maraqlıdır. Pep o Ferguson-da var idi nəsil dəyişmə. Pep ilk əsaslı nəsil dəyişməsini eləyir City-lə görə bu nəsillə nə edə biləcək? Biz akademiyada oyunçular da var. Bob Mobzar, Əsas sənin sevimli. Pussy. Və Liverpool düzdür, hələ Fabrizio-da bir açıqlama vermir, amma Wirtz-in transferi üstündələr. Wirtz Liverpoola gəlsə. Burada 120 vermək istəmirlər də. Yox, 131 verirlər bro. Yox, mən bilən o qədər razı deyillər. Həm də birinci Kerkez tamamlanır bu gün sabah. Kerkez tamamlanır, Frimpong tamamlandı, Kerkez tamamlanır. Müdafiə hazırdır. Qutardı getdi. Wirtz də gəlsə və işdi. Bir dənə 9 nömrə də alsalar. Liao söhbətləri. Söhbət Liao gedir. Liao gəlsə, o Rafa Leao'nun Milan qiymətini qoyubsuz da. Çünki Leao'nun 175 milyon release klauzu var. 135-dən aşağıya baxmırlar, amma 100 versələr bu dəqiqə verərlər mənə. Məncə Arteta istefasını versin indən. Çünki gələn sezonda çempionluq yoxdur onlara. Zubimendi'ni aldılar da hocası. Doğru Zubimendi görə Real Madrid-də gedir, təzədən qayıtdı. Şey elədi, bir də Kepan aldılar deyəsən. Hə, Kepan aldılar dəqiq. Qapıçı zamin olaraq. Çox lazım idi axı onlara. Bir də ən axsayan yerləri idi də. qapı problemi idi. Bir də defens midfield idi. Hə, defens midfield yoxdu axı komandada. 4 dənə Partey, Zubimendi, Mikel Merino, Declan Rice. 4 dənə. Yox, Rice-la Merino indi hücumda oynayacaqlar bura. Nədir? 4-4-2-2-dən şeylə mərkəz. Zamanano Salas bura. Belə olacaq. London klublarından danışmış Chelsea-də şey aldı, Delapı. Hə. Moyan Chelsea gəşləri bizi söyürdülər. Hə. Biləsən. Niyə? Sən Chelsea demisən? Bu da deyir ki, mən o Arsenal Bakıda oyun var idi. Arsenal Chelsea oyunu. Orada işləmişdim. Amma heç də Chelsea-nin yəni ümumiyyətlə də Londonda 2 dənə 3 dənə rəqəbi var. Chelsea, yəni rus pullarda Chelsea deyirlər də onlara. Chelsea deyirlər. Ruslar isə məsələn Rus Arsenal, Rus dilli Arsenal tərkəşləri Chelsea Chelsea deyirlər də. Elə şeylər də var. Çünki Abramovich zaten söhbətlər var. Sən də bunu dedin, indi uşaqlar da orada coşdular. Küstülər. Mən də o kaka söhbətini sağ ol, kəsdin, paylaşdın.
Öpürəm səni. Və Bilin ki, o cındırlıqları eləyəm mən. bir dənə palat var idi, yazışdı onlar, Chelsea fanı. Dedi ki, mən sizləyəm, yəni belə o qədər şey hörmətsiz olmazdı. Deyirəm, ay zarafat edirdi də bizdə. Zarafat edirdi bir Amma dəqiqə. kaka söhbətində mən zarafat eləmədim. Deyirəm ki, yaxşı da o Chelsea bir də Çempionlar Liqası yoluna bax. Kimləri udublar, necə gəliblər finala. Okey, çempion olublar amma komanda olaraq, yəni komanda olaraq çempion olublar da. Pulisic çempion Hə də Liqasında. Pulisic, Havertz, yəni bu oyunçular heç biri sonradan əsas şeyi Mount idi. Çünki əsas Mount idi. Amma Mount sonra biz gördük də. Havertz'i sonra gördük, Mendy'ni sonra gördük. Mendy. Kante də qutardı. Werner Liqasından sonra Kante də qutardı. Timo Werner. Timo Werner zadı. Yəni Giroud bombardier idi komandanın. Yəni çox belə komanda idi də, belə nastroyeniya komandası idi. Həm də Paputu. tutdular. Tuchel'in PSG-si kimi ya da finala çıxdılar. Finalda bir yenmədilər də, yəni. 1-0 düzmüşlər. Hə, Bavariyanın 1-0. Flick'in Bavariyasıydı. Prosta indi şeydir də, indi incidilər bizə öpürük sizi, sevirik sizi. Yəni biz prosta zarafat edirik burada. Chelsea Delap aldı. Sanırım belə şutqalar olur, çox fikirli. Delap'ı aldılar. Mən Delap'ı 3 ildir mən West Ham'a sıxırdım ki, gəlsin West Ham'a. West Ham rəhbərliyi atır Kante yaşayırdım. Mən başqa nə full kuruk plyonka var. Başqa mən nə deyim? Delap getdi Chelsea və Chelsea yəni əgər hər şey, yəni okeydir, Sancho gedəcək, çox güman ki, Maduekeni də soxuşduracaqlar Milana. Sən versinlər. Milanda zor iş gəlir. Ondan Kingsley Coman gəlsin. Maduekeni soxuşduracaqlar. Palmer 3-cü mövsüm top futbolda falan. Yəni Delap'la Chelsea, Delap bildiyin, yəni Drogba ilə Diego Costa'nın qarışığıdır. Üstə gəldi Nicholas Jackson. Hə, üstə gəldi Nicholas Jackson Zamenlə. Tupoy şeydir bu. Amma yenə də mahsuldur da. Bizlər ki, yaxşı təklif olsa satmaq da istəyirlər onu. Hə, yaxşı təklif. Villarreal bildi soxuşdurdu da. Hələ qapısında sizə Çikvezini. Biz Çikvezini onu nə qədər 23 milyon aldılar. Hə, şey də Çikvezi bizdən 1 lever Manchester United 40 milyon verirdi, yəni az qalmışdı. Allah. Ona görə Delap məsəl üçün düzdür Chelsea indi biraz şeydir, biraz deyəcəm güləcəklər. 1-2 dənə transfer də lazımdır. Chelsea-yə 2 dənə zaşlıq var. Prosta o birisləri satmaq şərti ilə də. Hə, onsuz bir 12-13 dənə futbolçunu konkret satmaq istəyirlər. Məncə Boyle bir sənə elə bilir. Elə bildi ki, məsəl üçün sənin sastavın çox olanda sən Çempionlar Liqasında, Avroliqada və konfransda eyni anda oynaya bilərsən. O elə bir şeydir, Amerikan futboludur. 44 dəfə olmur komandada. Yığdı onları, 9 qapçı falan deyə onları seleksiya eləsələr, satsalar, seçsələr. Yəni bu komandadan Armando Broja ilə komandadadır. Heyf Armando Broja çox yaxşı olur. Bu arada yaxşı uşaq idi. Real belə çox maraqlı bir transferlədi River Plate-dən. Mastantuono. Dolaşırdılar. Mastantuono. PSG ilə dolaşırdılar əməlli boş. 45 milyon bro. PSG də şey istəyir, Ardan istəyir. Arda Güləri. Enrique istəyir, yəni yazılanlara görə. Bu arada İlyas Zabarni Paris Saint-Germain istəyir bildiyim qədərilə. Bournemouth ola bilər. Hara soxacaqlar onu? Paçozad var da. Yox, defens midfield oynayacaq o, nə edəcək? Yox, o oynayır defens. Məncə Marquinhos bir şey də istəyirlər. Yox, Marquinhos qocalır, bura. O birisi yanında Paço. Paço'nun Kimpembe'si var. Amma Kimpembe belə adı üstündədir burada. Sən gülüncə güllər açar Kimpembe. Hə, Kimpembe. Kimpembe, Kimpembe. Ne uşaqlarda da var da komandasında. Yox, uşaqlarda zət var söhbət, okeydir. İndi prosta şeydir. İndi məncə Luis Enrique Çempionlar Liqasını tutdu. İndi nə istəyir eləyə bilər də, yəni nə istəyir. Zabarni var. Hə, Zabarni istəyirəm qardaşım. Çünki Zabarni baxma da İraolanın oyunçusudur. İraol da İspan futbolu. Hə, aşağı-yuxarı eyni futbol. O başa düşür, yəni indiki başa düşür nə etmək istəyir və o gələcək. Hablas en español, hablas español, por favor zada. И всё da bu gələcək üçün plan qurur. İndi prosta mənə çox maraqlıdır Zaire Emery'nin taliyi. Zaire Emery qaldı ortada. Qardaşım sən gəl də West Ham'a da. Mən də hamının West Ham'ı istəyirəm. Yox, West Ham'a getməz. Ya da Milana gəl. Niyə ehtiyac yoxdur bura? Yox, ehtiyac var dedim, getməz. West Ham Sancho alır da Gülküm, nə istəyirsən ki? Alır deyəndə ki, Kudusu verib Sancho'nu götürürlər. Kudusu kimə verirlər? United qəbul eləmədi Saudiya. Sancho almağa pul var. Saudiya soxacaqlar da indi Kudusu. Kudusu ya Saudi 200 milyon verdilər də. 200 milyon da verdilər. Saudiya soxa bilsəz, pos Kudus deyəsən getmək istəmədi, onu soxa bilmədilər. Yoxsa qalmaq istəyirdi Avropada. Hə, çoxdan soxardılar. Ələhli Teo 35 milyon plus 5 verir Milana. Və sən qəbul eləmədi də Teo. Və sən Liverpool deyilsən, Liverpoolda məsəl üçün mərkəzi hücumçu, orada məsəl üçün Salah mərkəzi hücumçu oynaya bilər və Kudus sağda oynaya bilər. Yəni elə bir şey. Amma Nunez'i satmırlar məsələn. Nunez'ə hələ də inanırlar və Nunez hələ də məncə. Versinlər Milana. Bəlkə zaman kimi şey versinlər, Leao-nu götürsünlər.
Ha, o da olar ha. Bu arada Tottenham əsl Tottenhamliyini göstərdi. Postecoglou göndərdi yerə Thomas Frank'ı çəkdi şeydən. Tamam, sonra indi 4 dənə Danimarkalı zakaz edir. Rahat ha. Qoy be qaydada O şey gündə də Ten Hag Garnacho ilə Anthony-ni almaq istəyir. Bu dəqiqə Bavariya Leverkusenə eyni temadır. Brat, məncə Tottenham yəni Rahmil deyir ki, Tottenham düşəcək liqadan. yox, bu məşqçi mənə çox xoşuma gəlir. Çox yaxşı məşqçidir. Yəni bizcə də ortabab komanda qurmaq üçün, yəni əla məşqçidir və bunu göstərdi. Yəni o dəfə də biz 2-3 dəfə Brentforddan oyunçu gələcək. Brentford yeganə komanda ki, son bəlkə də 5 ildə ki, liqaya gəldi və çıxmadı liqadan. Liqada qaldı və mənə nəinki qaldı? 9, 10, 11 yerində qaldı. İnanıram ki, bu il Leeds-də qalacaq. Bəlkə də Ivan Toney getməsəydi Avropaya da düşə bilərdilər falan, ora bura. Prosta indi o gedəcək ora. Məsəl üçün Mbemo уже gedir. Manchesterdə böyük ehtimal. Niyə Manchester mənə çatmadı? Mən onu Newcastle-da gözləyirdim ki, Newcastle gələcək, amma Manchester getdi. Yəni özü istədi məncə. Pul söhbəti eyni təklif idi. Yox, даже Newcastle biraz bonuslardı daha çox verirdi. O Manchester istədi. Uniteddə Amorim dirəşib onu almaq istəyir. Bu da dirəşib mən də Uniteddə getmək istəyirəm. Vissa da çox güman ki, Tottenham-a gedəcək. Çünki Vissa kimi oyunçu Tottenham lazım. Prosta Tottenham-a heç kim kömək eləməyəcək. Tottenham Polzarski lazım. Heç nə kömək eləməyəcək. Yəni даже bu məşqçi prosta öz karyerasını s**acaqda burada. Prezidenti dəyişmək lazımdır Tottenham üçün. O burada nə bilim, fasılda Postecoglou out çıxanda yazmışdılar ki, Levy out, Levy out. İlk trofeyi qazandırdı sənə və sən onu yəni göndərirsən. Okey də liqada məsəl üçün deyə bilərik ki, West Hamda da elə şey olub, Moyes trofeyi qazandı amma görə. Amma Moyes'in yəni səbəbləri yox idi ki, niyə görə o belə liqada zəif oynayırdı. Sadəcə Moyes'in futbolunu tutdular, başa düşdülər ki, nədir, nə deyil. Yeniləyə bilmədi. Postecoglou'nun 1000 dənə səbəbi var. Yetim zastavsız oynayırdı. Oyunçuların yarısı, 10 nəfər zədəli idi. Da nə etməlidir bu? Ucu gördü ki, burada Premier Liqada işin alınmır, gəl mən trofey qazandım da. Yəni yetim görməmisiniz trofey. 70 ildir trofey görmürsünüz. Və Avropa kubok gətirdi. Avropa kuboku sənə gətirdi. Və Çempionlar Liqası komanda. Çempionlar Liqası çıxardı. Ona verdi imkan verdi. Və çox üzrəm, Thomas Frank'ı gətirmirsən. Thomas Frank'ın yəni Çempionlar Liqası təcrübəsi yoxdur. Yəni alacaq yəni. Mən ağzından sizcə Thomas Frank'ın o mentaliteti yoxdur axı. Hə də onu deyirəm də. Yəni oraların adamı deyil axı bu. Yəni 10-cu yer, 8-ci yer, 7-ci yer. Bəlkə hədəf odur. 8-ci yer oynayıb gələn Romero ilə Van de Ven'i bir Çempionlar Liqasında neyəcəklər axı? Neyəcəklər? Çempionlar Liqasında heç nə. 14-cü yer. Timboli indi qrup deyil deyəsən ki, sən ora Mitchell-ınca düşər. Pavlovski kömək eləyər. Aynı Pavlovski ora bir dənə bomba fiksə düşəcək Juventus-a bu düşəndən. 36 komandadır bura. Yəni Tottenham orada belə necə ki keçən il Qarabağ belə hamını belə hamı ucuzda Tottenhamda o yolu gedəcək də. Celta Vigo'nu zat qapası deyir. Nəsə yüngül keçək seriyaya düz keçən həftə siz yox idiniz, o temaları dıxırdı toxunaq. Allegri Milandadır. Sadi Lazio'ya qayıtdı. Conte güman ki qalır. Allegri, hə Conte qalır. Allegri Milandan. Tudor da Juventus açıqladı ki, Tudor qalacaq və əsas məsələ Inzaghi-ni göndərdilər, yerinə Christian Chiellini gətirdilər baş məşqçi Interə. Onun elindən gələn elədi bu mövsüm ki, Inter çempion olsun, alınmadı da prosta. Onu unutdu, bunu unutdu ki, o çempion oldu, hər şey eləyirəm. Amma indi məsələ Interin heyəti məsələsidir. Çünki onlar bu heç nə qazanmayırlar. Onlar bəlkə oyuncu satmalılar. Çalxan ilə gedir məsələn. İndi getsin. Çalxan gedir, Barella gedir. Barella Bastonini ikisini, bir də Teo üstündə Teonu, Simeone Inzaghi əlhilala istəyir. O çox adam istədi, Bruno Fernandes istədi, və Osimhen orada istədi. adam pulda problem deyil də, open check var orada. Ondan sonra yəni o gün ki onlar getməlidirlər. İstəyəsən də o da. Hadi Club World Cup-da oynayacağım onlar. Sizdə belə təxirsiz bir söhbət. Ola mən də məşqçi belə ola bilərəm də. Belə şeylə məşqçi olur, məsələn sən. Mən yaxşıları gətir mən də olum. Boş Manchester ola bilmədi. Kim istəsən gətir ola bilmədilər. Nəsə belə bir söhbəti var. Ondan sonra keçək Juventusa. Juventus çox tez keçdi. İndi Allegri-dən danışmışam, gələcəm ora. Juventus Vlahoviclə sağollaşır. Böyük ehtimalla ki bu illəri yəni burada ehtimallardan böyük Milandadır ki, Milana gələcək Vlahovic. Allegri-nin special request-idir. Amma Fenerbahçe 30 milyon təklif edib. Bugünkü gün Juventus onu 19-20 milyon dəyərləndirir. Prosta maaşı 12 milyondur. İndi Fenerbahçe'də 12 milyon maaş verəcək var mı, yoxsa yoxdur. Onu bilmirəm açığı. Atqatları var məncə. Hə, atqat var orada bir də. Və 30 milyonda təklif göndəriblər. Prosta Allegri özü şəxsən Vlahovicdən söhbət edib ki, axı
Burada hamı gedir, Jimenezdən sən də 4-4-2 Allah xeyir versin. Də baxaq görək nə edirik. Bir bu var. 2 Allegri Milandan 3-4 dənə şey istəyib. Qapıçı, güclü qapıçı mütləq şəkildə Menyon qalmalıdır. Menyon özü danışıb sadəcə Menyonu Milan satmağa hazırdır. Özü də razılaşıb Chelsea ilə, amma bugün oxuduq ki, gedəsi olmadı. Menyon və adamın dediyi şey, Menyon, Pavlovic, Fofana və Leo mütləq komanda qalmalıdır. Qalanların da indi o ətrafında rebuild eləyə bilər. TG gedib yerinə istədiyi 2 dənə oyunçu, 3 dənə oyunçu var, ikisi Lazio'da oynayır. Rovella, Gündozi, Rabiot da ki kaset əlindədir deyə hazırdır. Ravellanı 40 milyon aşağı Lazio verməyəcək. Çünki Rabiot spisli materialdır. Amma Rovella çox bombadır. Çox bombadır. Mən olsam gəlib Fratezini alaram məsəl üçün. Gəlib keçmək istəyir oradan. Və Napoli üçün Yunus Musa və Yunus Musa da şey istəyib. Conte Yunus Musa'nı istəyib Milandan. Götür səhərə kimi. Prosta mənim Milan azərkeşlərə bir müraciətim var. Ziyanın timsalında. 9 ildən sonra timsal sözünü eşitdimsə məlum yox. 9 ildən sonra Pioli qaydanda da belə sevinəcəksiniz yoxsa? Yox, açığı mənə heç bu da xoşuma gəlmirdi. Yəni göstərilən optionların arasında Vincenzo Italiano, Thiago Motta, Roberto De Zerbi'dənsə cəhənnəm bu gəlsin. Heç olmasa bunun seriya bir şeyi var da, nədir o adı bir keçmişi var. Bizcə deyirlər, Piolini bəyənmirdilər, yola saldılar, günə düşdülər yenə. Mən özdə mən demişdim ha. Yəni Milan 5-də düşməyəcək, Pioli getsə. Demişdiniz. Heç düşmədi. Avrokubok zət görmədilər də Milan. Milanın 5-ci 3 xal fərqi var. İndi gəlir Allegri. Milan satır Theo Hernandez'ı. Yəni son 7 il ərzində, 7 il 5 il ərzində oyun qurulmuşdu Theo Hernandez və Leo üzərində. Theo getsə Rafael Leao oynamayacaq. Bəli. Oynamayacaq. O yəni deyəcək ki, Ladurno mən oynamayacaq. Timboli Allegri ilə yəni space verməyən məşqçidir. Yəni freestyle etməyə qoymayan məşqçidir. Müdafiədən futbol даже kontratak söhbəti deyil, müdafiədən onlar pozisiondan çıxırlar. Kontradan heç vaxt Allegri çıxmayıb. Yəni bunu qoymayan məşqçidir. Leo orada sönəcək və axırda bezib gedəcək çox güman ki. 10 milyona. Reinders yoxdur. Yerinə Rabiot gəlir. Yerinə yəni Reinders indi, yəni City bunu alırsa, yəni Pep bundan nəsə görübsə, demək Reinders gələcəyin ulduzu ola bilər. Ən yaxşılardan biridir bu deyil. Ən yaxşılardan biridir. Yəni Kevin De Bruyne zamin, okey biz hər nə qədər De Bruyne bəyənməsək də, amma Kevin De Bruyne futbolçudur və ona bir zamin tapırsa və Guardiola bunu istəyirsə, yəni City deyir ki, mənim 53 min var, 53 milyonum var, Guardiola deyir ki, sən p***yirsən, 75 milyon doğ. Mən istərəm Reinders gəlsin mənə. Və bu sezon Pep üçün qumar kimi bir şeydir. Yəni bu sezon altını vursa, yəni fair play söhbəti qarşılayacaq alən deyəcək. Onsuz da məhkəmə hər ildə gedir. Hər il gedir o. Hər il gedir. Və bunu verirsə, kimdən oynayacaq Allegri? Bu bilsə nə olacaq? Juventus 2.0. Emerson Royal, Stranya Pavlovic, Fikayo Tomori. Left back bilsən kim istəyib Tomori şeyin yerinə, Theo'nun yerinə? Juventus'dakı Cambiasonu. Kimi istəyəcək? Bura bilir ki, pul yoxdur. Cambiaso 40 milyon pul istəyir Juventus'un. O birisi 70 milyon istəyəcək. Get Kuiper aldı, ondan sonra Belçikada. Kuiper deyəcək ki, 100 milyon dolar. 20 milyon release klauzu var. İndi baxca kimsə 15-20 milyon aparacaqlar. Nə bilim, bura, Grimaldo'nu ala bilər? Yox. Sonra qutardı, getdi də kimi almalıdır? O Pioli'nin dedilər ki, Pioli belə bir, göyə Pioli Chikwueze istirdi, göyə Pioli belə nə bilim şey istirdi. Okafor'u istirdi. Alıp Pioli də futboldan başı çıxır da, insan bilir niyə. Ya Reinders o gəlib gətirir. Bu arada Okafor da Beşiktaş istəyir gözünə. Bir də Maldini onu gətirə bilmir. Pul var, kimisi gətirir. Kimi gətirir? Minyet eləyim gətirir bunları. Minyet yox, götürüb Kessi, Romagnoli, Donnarumma şeyi havaya göndərəndə elə olur. Zor eləyib, brat. Çatmaq istəmirdi də bura. Problem budur ki, Maldini top komanda yığırdı. O insanların satmaq istəmirdi. O futbolçuların beyninə yerdirdi ki, mentalitet yerdirdi ki, siz top klubsuz. Sizə Inter 500 manat artıq verirsə, ora qaçmaq lazım deyil. Qaçırsansa dur s**dir. Necə ki Donnarumma qaçdı PSG-yə, dedi ki, kontrakt imzalamırsan? Yox. Şesi bile Menyan'a zəng vurdu. Şesi brat. Uje Maldini də Menyan burada idi. Prosta Donnarumma da o mafiozni temalar idi brat. O mafiozi kimi davrandı. Komanda pul qalmadıdan sonra. Qalmadı. Komanda zato
qələbə qazanırdı. Komanda Çempionlar Liqasında oynayırdı. Komanda İndi var komanda idi. Ostu, komanda var idi bura. Maldini var idi. Deyirlər ki, inkişaf eləmirdi. İnkişaf eləyəcəkdi də. Okeydir, mən demirəm, Pioli hamıdan yaxşıdır. Amma sən Piolini yola salırsansa, sən Fonsecanı gətirə bilmərsən. Bəli. Daha yaxşısını götür. Ən azı Dezerbini gətirməlisən. Ən azı Glasneri gətirməlisən bura. Konteni gətirməlisən. Seriya mən Glasner nə qədər istəyirdi ki, güya? Glasner niyə gətirdi? Çünki Glasner heç baxmırdılar bura. Problem Heç budur. nə də Farioli də bəs baxmırdılar. o seriya mənim gördüyüm mühafizəkar liqada yenilikçi heç nə yoxdur. Ancaq köhnə Allegri-ni gətir, Conte-ni gətir. Götürdük. Konsesiyonla Fonseca gətirdilər də. qovmuşdunuz da siz. Portuqal məşqçiləri də bura onlar məşqçi deyillər. İndi Amorim inşallah görəydir. Mən bəyənirəm çünki ona gedirəm inşallah. Yoxsa bəyənməsəydi o vaxt demirlər Villas-Boas gəldi Chelsea. Ya Villas-Boas da, başı Villas-Boas. Bir dənə Portuqal normal məşqçisi var. Mourinho da o da Bobby Robson yanında öyrənib, İspaniyada öyrənib futbolu. Oradan bilir. Yəni İkincisi də bizdədir millidə. hə, ikincisi bizdədir. Bakı Marazmatik. Bakı şəhər baş mimarı sonda bir 5 dəqiqə çörək pulumuzun dərdindən keçək həftənin oyunlarına. Başlayır da gələn həftə klublar arası dünya çempionatı. Proqnoz verməliyəm ona. Yox, Mən proqnoz uşaqlar mən baxmayacağam bu oyunlara. Proqnoz məncə Ya, mən baxacağam, mən xoşuma gəlir. Yox, mən açıb baxdım ilk həftənin oyunlarına. Valla mənim orada tanıdığım 2 dənə komanda var idi. Paris Əhli. Saint-Germain ilə Atletico Madrid. Onlar da bir-birinə qarşı oynayırdı. Onun üçün Atletico Yəni Madrid Porto tezcə seçdim həftənin İlk oyunu. oyunu Əhli de Porto'dur, bunların oyunlarıdır. Yəni üstünə danışılası bir şey yoxdur. Biraz Asla, PSG 8-də bir Atletico'da da maraq bir şey danışılası Bu yoxdur. pul qazanmaq üçün turnirlərdir bura. Bəli. Hamısı bekarçılıq üçün. Amma mən yenə də burada göstərəcəm də PSG Atletico oyunun Allah əmsallarını futbolçulara belə yazığınız gəlsin. Allah futbolçular da özləri günahkar. Allah deyirəm mən oynamıram. Allah İstəmirəm o qədər maaş. Allah kontrakt imzalayanda deyirəm istəmirəm mən o qədər maaş. Oynamıram mən. Allah elə şey var. Sonra belə dalbadal infarktlar olur belə futbolçularda. Yox, hər hamımıza denər sonra. Allah ondan da azada Dalın tutur qaba. Ya 6 ayda da oynamırlar. Cəmaət ölür. Baxırsan biri karyeranı belə bitirir, biri nə bilim şeyli. Biz belə şeylər bilmirik, sonra oxuyuruq ki, Allah bu anaqasında belə işimi zadı var bu insanda. Ona görə belə oynaya bilmir da. Biz indi okey azarkeş kimi baxırıq, amma biraz arxaya gedəndə kulis arxasından baxırsan ki, Allah bu yox, bu da insandır axı belə. Nə olsun da bu 70 milyon pul alır. Amma insandır. 70 milyon almaqla bu bilet robot olmur. Və ona görə də belə Dovşan qanzadetsizdirlər. Yəni belə turnirlər belə bir ay bu turnirdir. Ondan sonra 2 həftə istirahət, sezon öncəsi Rovno 3 həftə istirahət edəcək. Hə, ondan sonra sezon öncəsi hazırlıq oyunları Gedir Singapur, Hong Konga. Hə. Amerikada bir dənə turnirində olacaq Premier Liq. Hə də Audi Cup. Yox, başqa nəsə şeydir. West Ham, Manchester United-da gediblər orada oynamağa. Qamış yeyən. Belə. Gəlin siz də bir şey yazın. Gündə uğraşdı. Nəysə bu həftəlik də bu qədər. Proqnoz verək. Vermək sizi verin. Allah Xusin də sənsən də verək. Ver, proqnoz verək. PSG-də, yəni PSG üstündən keçəcək. Heç nə, havalar bulutsuz olacaq. Harda keçilir oyun? 50 yaşda zətdə keçilir. Zantikı götürməyin. Zantikı götürsünlər. Gülüşə bu. Yəni belədir. Yəni futbola baxmayın. Hadi dincəlin, nə qədər futbol baxmaq. Rahat. Amma bizə baxın. Gəlin bobslaya baxın. Hə, bizə baxın, biz hər həftə burdayıq. Futbol olmasa da danışmağa bir tema tapacağıq. Öpürüm sizləri, gələn görüşlərə də. Xatirə dəftərindən Sonda da onu qeyd edeyim ki, bu verilişimizin baş sponsoru Misli idi. Misli tam güvənli və qanuni mərc oyunlar operatorudur. Gələn görüşlərə də öpücüklər hər birinizə. Ciao. Bambino.